Salamlar, hər vaxtınız xeyir olsun əziz və hörmətli izləyicilər. Bu videomuzda bugün 27 aprel tarixində düşən 9-cu siniflərin 3-cü zona buraxılış imtahan suallarının sürətli şəkildə izahlarını göstərəcəm. Burada birinci, yəni 57 nömrəli misalımız bərabərsizliyə aiddir. Ədədlərdən hansıları 2x kiçikdir və ya bərabərdir 8 bərabərsizliyini ödəyir. 2x kiçik bərabərdir 8. Hər tərəfi biz 2-yə bölürük. Və burada x kiçik bərabərdir 4 cavabını əldə edirik. 4-dən kiçik qiymətlər hansılardır? Kiçik bərabərdir olduğuna görə 4-ü özünü hesablayırıq. 3, 2, 1, 0, -1 və s. sonsuz saydadır. Bunu ədəd oxunu göstərəsi olsaq, 4 qeyri-ciddi olduğuna görə 4-ü götürür. 4-dən kiçikləri mənfi sonsuzluq deyə qeyd edə bilərik. Natural ədədlər desəydi 0 mənfilər qeyd olunmurdu, amma burada hansı qiymətlər ödəyir deyir. Sonsuz sayda həlləri var. Bunlar içərisində 2 cavab olaraq var, 4 cavab olaraq var, 6 böyük olduğuna görə yoxdur, 5 də 4-dən böyük olduğuna görə yoxdur, 0 da cavablar arasında var. Burada onda cavab olacaq birincisi, ikincisi və beşincisi. 1, 2, 5. C variantı düzgün cavab olacaq. Növbəti 58 nömrəli misalımız 2 zərb eyni zamanda bir dəfə atıldıqda üst üzrə düşən xalların cəminin 6-dan kiçik olmaması hadisəsinə ehtimal tapın deyir. Burada 2 zərdən söhbət gedir. Ona görə məxrəcdə biz 36-nı əvvəlcədən qeyd eləməliyik. Və burada düşən xallar cəminin 6-dan kiçik olmaması ehtimalını söylüyor. O da 26-ya bərabərdir. 26 dənə 6-dan böyük olan ehtimaldır. Bunları da ixtisar edilərək cavab eləyir 18-də 13. Növbəti misalımız adi kəsirlərə aiddir. Birinci növbədə mötərizəni həll etməliyik. Burada biz 2 tam, 3-də 1 artıq qeyd eləmirəm. Ortaq məxrəc 9 olur. 9-da 9-u 3-ə bölürük. 3, 3 vur 1, 3. Çıxılsın 1 tam 9-da 1. Bu nəyə bərabər olacaq? 2-dən 1 tam çıxırıq, qalır 1 tam. 9-da 3-dən 1 çıxırıq 2. Deməli, burada mötərizənin həlli 1 tam 9-da 2 oldu. Daha sonra bölürük -7 tam 3-də 1-ə. Hər ikisini düzgün olmayan kəsrə çevirməliyik. 9'da 9 vur 1. 9 üstə gəl 2. 11. Bölməni vurma ilə əvəz edeyim. Vurulsun. 3'ü burada sürətdə yazıram. 7 vur 3 21. 21 topla 1 də 22'ye bərabərdir. Bunların hasili 11 ilə 22 ixtisar gedir. Məxrəcə qalır 2. 9 ilə 3 ixtisar gedir. Məxrəcə qalır 3. Bu da bərabər edir 6'da 1'ə. Sürətdə 1'lər qalmışdır. 6'da 1. Biz indi son olaraq 6'da 1 ilə 4'də 3'ü toplamalıyıq. 6'da 1 üstə gəl. 4'də 3 bərabərdir. Hər ikisinin ortaq məxrəci 12'ye bərabərdir. 12'ni biz 6'ya böləndə 2 dəfə eləyir. 2 vur 1. 2 üstə gəl. 12'ni 4'ə böləndə 3. 3 vur 3. 9. O da bərabər eləyir 12'də 11 cavabını əldə edirik. Bu da E variantına bərabərdir. 58'də də E variantı olmuşdur. Növbəti 60 nömrəli misalımız EBOB 32-68 vurulsun EKÖB 32-68. Burada heç bir hesablama aparmırıq. Sadəcə olaraq EBOB AB vurulsun EKÖB AB olduqda bu bərabər olur A vurulsun B'yə. Yəni 32'ni biz vurmalıyıq 68'ə. Bu da bərabər edir 2176. Davam edirik. Növbəti misalımız 61 nömrəli kvadrata aiddir. Diğer tərəfi 10 cm-dir. Burada MN uyğun olaraq BC'nin və CD'nin orta nöqtələrinə çəkilibdir. Və alınmış burada AMCN figurunun sahəsini soruşur. Biz burada bu kvadratı aşağıda belə qeyd eləsək, tərəflər 10, 10 olduğuna görə sahəsi 10 vurulsun 10 100'ə bərabərdir. Diagonal vasitəsilə 2 bərabər hissəyə bölünür. Onda bura olacaq 100'ün yarısı 50. Bu hissədə də 100'ün yarısı 50'yə bərabərdir. İndi isə burada mən bu üç bucağı median vasitəsilə 2 hissəyə bölsəm 1, 2. 50'nin yarısı 25 bura düşür, 25 bura. Burada həmçinin 25 və 25. Bizdən bu figurun sahəsini soruşur. 25 üstə gəlir 25. 50'yə bərabərdir. Cavab verir A variantı. Növbəti misalımız rasional kəsirlərə aiddir. Sürətdə 15x kvadratı y kvadratı. Məxrəcdə A üstü 8 vurulsun. Sürətdə 2A, məxrəcdə 25x kvadratı y. Burada biz x kvadratı ilə x kvadratını ixtisar edirik. A üstü 8 ilə A-nı ixtisar edib məxrəcdə qalır A üstü 7. Y ilə y kvadratını ixtisar edib sürətdə qalır y. Və geriyə qaldı bu ədədlər. 25 ilə 15'i 5'ə bölsək məxrəcdə qaldı 5. Sürətdə qaldı 3. Və nəhayət cavabımız eləyir 3 vurulsun 2. 6 sürətdə. Burada y kvadratdan 1 y qalmışdı. Y məxrəcdə isə 5 və A üstü 7. 5 A üstü 7 olaraq qeyd edirəm. Belə bir cavabımız var. Cavab elir A variantı. Növbəti misalımız 63 nömrəli çox həddiyə aid bir misaldır. Burada 2x kvadrat üstəki 3y bağlama mötərizəsi kvadratı
Üstəgəl 2x kvadrat çıx 3y, 3y üstəgəl 2x kvadratı. Burada 3y ile 2x kvadratın yerini dəyişiblər. Bu özü a çıx b, a topla b-nin açılışıdır. Burada isə cəmi kvadratın açılışıdır. Belə bu şəkildə a çıx b, a topla b və burada a topla b-nin kvadratı şəklində yazsaq, uzun həll üsulu ilə hesablamalı olacaqsınız. Ondan sonra burada 2x kvadratı üstəgəl 3y ilə 2x kvadratı üstəgəl 3y ortaq çıxarırsınız. X kvadrat üstəgəl 3y. İçəridə qalır bir dənə 2x kvadratı üstəgəl 3y və bu isə üstəgəl 2x kvadratı çıxılsın 3y. Burada 3y ile 3y islah olunur. Sadəcə olaraq nə qaldı burada? 2x kvadrat üstəgəl 3y vurulsun. 2x kvadratı ilə 2x kvadratının cəmi 4x kvadratı. 4x kvadratı bu ədədləri vursaq cavab əldə edirik. 4x kvadratı 2'ye vurduqda 8x üstü 4 və 4x kvadratını biz 3y vurduqda 4 vur 3 12 üstəgəl 12x kvadratı y cavabını əldə edirik. Belə bir cavabımız var. Cavab eləyir E bəndi. 64 nömrəli misalımız həqiqətlərə aiddir. İfadəsinin qiymətini hesablayındır. Modulda -7,5'dən çıxır müsbət 7,5 çıxılsın. 3,3'dən ilə 3,3. Bu çıxma modula aid deyil. Çölündədir. Ona görə olduğu kimi qalır. Məxrəcdə də 2. 7,5'dən 3,3 çıxırıq. 5 çıx 3, 2, 7 çıx 3 də 4. 4,2'ni bölürük 2'yə, 4 bölü 2. 2 dəfə, 2'ni 2'yə böləndə 1 dəfə. 2,1 cavabını əldə edirik. Növbəti 65 nömrəli misalımız belə bir tənliklər sisteminə aiddir. Bu tənliklər sistemini bir çox üsullarla həll edə bilərik. Amma burada biz alt alta çıxma aparsaq, y-dən y çıxanda 0 olur. Bunlar islah olunur. Qalır -x çıx 2x bərabərdir. 10 çıxılsın -23. Y-lər islah oldu mənfi müsbətə görə. Toplama eləmədim. Alt alta çıxdım. -x-dən -2x elədim. -3x bərabərdir. 10 üstəgəl 23, 33. X-imiz də bərabərdir -11'ə. X'in qiymətini biz -11 tapdıq. İndi yerinə qoyub y hesablamalıyıq. Y çıxılsın -11 bərabərdir 10. Y üstəgəl 11 bərabərdir 10. Y də bərabərdir 10'dan 11 çıxırıq. -1 cavabını əldə elədik. Y -1, x -11. Və bizə deyir ki 4y çıxılsın x. 4 vurulsun y-in qiyməti -1'dir. -1 çıxılsın x-in qiyməti də -11'dir. -11. Bu da bərabər 4 vur -1 elədi. -4. Mənfi ilə mənfi toplanılır. Üstəgəl 11 bərabərdir. 11'dən 4 çıxırıq. 7 cavabını əldə edirik. Növbəti 68 nömrəli misalımız qrafik əsasən düz xəttin bucaq əmsalını tapın. Burada biz görürük ki y bərabərdir kx funksiyasıdır. Y-in qiyməti 4'dür. K vurulsun. X-in qiyməti 2'dir. K da bərabər olur. 4 bölünsün 2'yə. 4 bölü 2 də 2'yə bərabərdir. Başqa üsulla necə hesablaya bilərik? K bucaq əmsalı bərabərdir. Y2 çıxılsın y1, x2 çıxılsın x1 bunların nisbəti. Burada y 4'dür. X 2'dir. Və y1 0'dır. X2 də 0'dır. Yəni 4 çıx 0, 2 çıx 0. Burada əldə edirik 4 çıx 0, 4 bölü 2, 2'yə bərabərdir. Yəni belə də yaza bilər, belə də yaza bilər. Cavab eləyir 2, B variantı. Devam edirik. Növbəti misalımız 67 nömrəli çevrə və dairəyə aiddir. Deyir ki, radius 19 cm olan çevrənin mərkəzindən 25 cm məsafədə olan nöqtə bu çevrəyə qədər olan ən kiçik məsafədən soruşur. Ən böyük məsafə də soruşa bilərdi. Diqqətli olun, çevrə bu radius 19 cm-dir. Bu çevrədən 25 cm məsafədə yerləşən bir nöqtə var. Təqribən bu nöqtə bu hissədən bu və çevrənin mərkəzinə qədər məsafə 25'dir. Fikir verin. 25'dirsə onda 25'dən 19 çıxırıq 6 cm çöldə qalır. Radius da özü 19 cm-dir. Onda bu nöqtədən çevrənin ən yaxın məsafəsi 6 cm-dir. Çevrəyə ən uzaq məsafə isə buradan bu hissəyə kimi olan hissədir. Yəni 19 üstəgəl 19, 38 üstəgəl 6, 44'ə bərabərdir. Əgər uzaq məsafə soruşsaydı hamısını hesablayasaydık. Burada yaxın məsafə soruşursaydı o 25'dən 19 çıxırıq 6 cavabını əldə edirik. Növbəti misalımız həndəsənin əsas anlaşmalarına aiddir. AD 15'dir. Buradan yəni hamısı AD 15 cm-dir. AB 7'dir. Bu isə 7'dir. Bura 7 hamısı 15 olduğuna 15'dən 7 çıxırıq. Qalır B'dən D'yə kimi 8 cm və deyir BC bərabər CD'yə. BC CD'yə bərabərsə onda bura 4 4 düşmür. 4 topla 4 8 eləyir. Bizdən BC tərəfini soruşur. Elə buranı soruşur. 4'ə bərabərdir. Cavab eləyir D variantı. Növbəti 69 nömrəli misalımız. Sinifdə şagirdlərin sayı 30'dan çox 40'dan azdır. 30 və 40 arasındadır.
ve hem 2 2 hem 3 3 oturtmak mümkündür deyir. Yəni hem 2'ye bölünən ədəd olmalı, hem de 3'e bölünən ədəd olmalıdır. 3'e bölünən hansı ədədlər var? 33, 36, 39. Bunlar arası 2'ye bölünən 36'dır. Yenə də siz istəsəz 2'ye bölünənləri yazın. 32, 34, 36, 38 ve her ikisine ortak olan 36 ədədidir. Cevap olur 36. Burada A variantı. Növbəti 70 nömrəli misalımız paralelepipede aittir. Mən söyləmişdim ki, kubdan sual düştüysə hər iki zonaya, üçüncü zonaya mütləq və mütləq paralelepipeddən sual düşəcək və gəldi düşdü. Paralelepipedin tam səthinin sayısı soruşur. S tam nəyə bərabərdir? 2 vurulsun AB üstəgəl AC üstəgəl BC. Siz burada 2 vurulsun, 3 vurulsun, 5 üstəgəl, 3 vurulsun, 8 üstəgəl, 5 vurulsun, 8 yazıb hesablasaz cavab əldə edirsiniz. 158. Davam edirik. Növbəti misalımız 71 nömrəli faizə aiddir. Deyir ki, sabir və vahid müəyyən sayda gələn elə böldülər ki, sabirə 39, vahid isə bütün gələnlər 48% düşdü. Sabir və vahid qeyd edirəm. Sabirə 39 gələn düşübdür. Vahid isə bütün gələnlərin 48%-dir. Yəni x vurulsun 48% qeyd edə bilərik. Ümumi gələnlərin sayını ümumi x ilə işarə edirəm. Demək 39 üstəgəl x olsun 48% bərabərdir x-ə. 39 bərabərdir x 1x-dir. Burada yazırıq 1x çıxılsın 48x faiz olduğuna göre %48 qeyd edə bilərik. 1x'i də biz %100 qeyd edə bilərik. 100-dən 48 çıxanda 10 çıx 8 2, 9-dan 4 çıxanda 5 52, %52 x bərabər olur 39'a, x də bərabərdir 39 bölünsün %52 vurulsun 100 bölünsün 52. İxtisar yaparsak 39'a 52 ilə 13'e bölsək aşağıda 4 dəfə, yuxarıda isə 3 dəfə qalacaq. 4 ilə 100'ü ixtisar yaparsak 25 kalır. 3 vur 25'te x beraber olur 75'e cevap eləyir. Ümumi 75. Növbəti 72 nömrəli misalımız köklərə aiddir. Kök altında 4-cü dərəcədən 6 üstəgəl 2 kök 5'i vururuq 6 çıx 2 kök 5'e. Kökün dərəcələri eyni olduğuna göre bir kökün altında yaza bilərəm. 6 çıx 2 kök 5. Bunların hansı neye beraber olacak? A topla B, A çıx B. Bu da beraber olacak. Kök altında 4-cü dərəcədən 6'nın kvadratı ilədir. 36 çıxılsın 2 kök 5'in kvadratı. 2'nin kvadratı 4. Kök 5 kök 5'e vuranda 25. 25'ten de cevap çıxır 5. Bu da beraber kök altında 4-cü dərəcədən 36 çıxılsın 20. 16 ve biz de bilirik ki 4-cü dərəcədən 2 üstü 4 16'ya bərabərdir və burada 4'lər ixtisar olundu. Cavab qaldı 2. Növbəti misalımız 73 nömrəli bərabəryanlı üçbucağın yan tərəfinə paralel olan orta xətt. Çoxları bunu səhv edibdir. Yan tərəfinə paralel dedikdə siz burada yan tərəfinə paralel olan orta xətt çəkməlisiniz. Oturacaq paralel olan yox. Bu 4'düsə onda yan tərəfi elədi 8 bərabər yanlı olduğuna görə bu tərəf 8 isə bu tərəf də 8'e bərabərdir. Perimetri 22'dir. Oturacağı x ilə qeyd etsək x üstəgəl 8 üstəgəl 8 16 x ilə bərabər 22 çıxılsın 16 cavab edir 6 cm oturacaq olur 6 cm. Çoxları bunun həllini belə göstəribdir. Orta xətti 4 onda oturacaq 8 yan tərəflər x x qeyd edilibdir. Belə ola bilərdi. Əgər burada yan tərəfə paralel olan orta xətt deməsəydi. Növbəti 74 nömrəli misalımız 2 nöqtə arasında məsafə düsturundan istifadə edirik. Yəni kök altında x2 çıxılsın x1 y2 çıxılsın y1 onların kvadratları bərabər olmalıdır. Burada məsafə 2'ye bərabərdir. Bərabər 2 yazmalısınız. Rahat üsulu belə elə bilərsiniz. 4 çıxılsın 6 elədi -2 -2'nin kvadratı 4. 4'dan kök çıxır 2. Deməli 2 cavabını əldə edirik. Geri qalan hər nədirsə o əlavədir. Onu sıfırlaşdırmalıyıq. Deməli 5'dən 5 çıxanda 0 olur. Ona görə də y-in qiyməti 5'e bərabər olmalıdır. 5 çıx 5 0 edir. Və kök altda 4'dən 2 çıxır. Növbəti düz və tərs mütənasibliyə aid bir məsələ həll edir. 75 nömrəli. Burada 8 dəftər 5 karandaş və 6 dəftər 8 karandaş ala bilərdir. Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur sualını verir. Onda biz belə qeyd edə bilərik. 8 dəftər üstəgəl 5 karandaş bərabərdir. 6 dəftər üstəgəl 8 karandaş. Biz burada dəftərlər bir tərəf yığsaq 8 dəftər çıxılsın 6 dəftər elədi 2 dəftər bərabərdir. 8 karandaş çıxılsın 5 karandaş elədi 3 karandaş. Dəftərin qiyməti nəyə bərabər oldu? 3 karandaş bölünsün 2 dəftərə. Yəni dəftər bərabərdir 3 bölü 2 1,5 K cavabını əldə edirik. Dəftər karandaşdan neçə dəfə çoxdur? 1,5 dəfə çoxdur cavab eləyir
1,5. Növbəti 76 nömrəli misalımız demişdim ki, yaş məsələsi düşəcək və düşdü. Məsələdə deyir ki, uşaq anadan olanda atası 25 yaşında idi. İndi onların yaşlarının cəmi 45 olarsa uşağın neçə yaşı var? Ata və uşaq qeyd edirəm. Uşaq anadan olanda atanın 25 yaşı var idi. Bunun 0, atanın onda 25 yaşı olur. Və neçəsə il sonra, t il sonra deyirəm. Üstəgəl t. Burada da üstəgəl t. Bir yerdə yaşlar cəmi 45 olar. Bunların cəmi 25 üstəgəl t üstəgəl t 2t bərabərdir 45. Onda 2t nəyə bərabər olur? 45-dən 25 çıxırıq elədi 20. T də bərabərdir. 20-ni bölürük 2-yə. 10 cavabını əldə edir. Yəni 10 il sonra. Burada uşağın yaşını soruşur. Elə 0 üstəgəl t, yəni 10 üstəgəl 0 10-a bərabərdir. Uşağın yaşı 10-a bərabərdir. Əgər atanın yaşı soruşsaydı 25 topla 10, 35-ə bərabərdir. Növbəti 77 nömrəli misalımız müxtəsər ömür düsturlarına aiddir. 48-in kvadrat çıxılsın 32-in kvadratı, 21-in kvadrat çıxılsın 19-un kvadratı. Buna aid dəfələrlə misalla işləmişik. 48 çıxılsın 32, 48 üstəgəl 32. Məxrəcdə də 21 çıxılsın 19, 21 üstəgəl 19. Bu bərabər olur. 48-dən 32 çıxır. 8 çıxır 6, 4 çıxır 1, 16 vurulsun. Cəmi elədi 40 ilə 30, 70, 8, 2, 10, 80, 21-dən 19 çıxanda 2. Bunların cəmi 20 topla 20, 40-a bərabərdir. 40 ilə 80 qısa gedir. 2 dəfə qalır, 2 ilə 2 də qısa gedir. Cavab qalır 16. Və nəhayət çatdıq 78-81 ətraflı yazılı tələb olunan suallar. Burada mən birinci istəyirəm 79 nömrəli misalı həll edeyim. Düzbucaqlı bucaqlarından birini tən böləndir, onun tərəfini yarıya bölür. Burada mən düzbucaqlı qeyd edirəm. Bucaqların tən böləni dediyinə görə 45-45 dərəcəyə bölməyəcəkmi 90 dərəcəli bucağı və endirildiyi tərəfi də yarıya bölürdük. Daha sonra kiçik tərəf 4 cm-dir. Kiçik tərəf bura 4-dürsə, bura 45, burada 45. Bu isə onsuz da 90 dərəcə olduğunu bilirik. Onda bu isə 4 olur. Bu isə də 4-ə bərabərdir. 4 topla 4, 8. Uzunluğu 8, eni 4-ə bərabərdir. Bizdən sahə soruşsa 4 vur 8, 32. Perimetr soruşur burada. 4 topla 8 elədi. 12, 12-ni vuruq 2-yə. 20 4-ə bərabərdir. Növbəti misalımız 80 nömrəli. Stolun üzərində dik duran qələm ondan 150 sm uzaqda olan fənər tutulubdur. Burada qələm dayanıbdır. Buradan fənərlə işıq tutulubdur. Və burada fənər ilə qələm arasındakı məsafə 150-dir. Qələm və kölgəsi arasındakı məsafəni bilmirik, x-dir. Kölgəsinin hündürlüyü verilibdir. Böyük h deyə qeyd edirəm 48 cm. Qələmin öz hündürlüyü verilib, kiçik h deyə qeyd edirəm 30 cm. Və burada bizdən qələm ilə bu kölgəsi arasındakı qalan məsafəni soruşur. Dəfələrlə bu mövzuya aid suallar işləmişik. Necə qeyd edirsək, kiçik h bölünsün böyük h bərabərdir. Kiçik l bölünsün böyük l və ya tərsinə böyük h bölünsün kiçik h, böyük l bölünsün kiçik l. L olaraq burada kölgənin uzunluğu nəzərdə tuturam. Onda burada necə olacaq? 30 bölünsün 48 bərabərdir. Kiçik l bilmirəm. X bölünsün ümumi böyük l 150 üstəgəl x. İxtisarla aparıb daha sürətli həll edə bilərik burada. Belə çarpaz da vursaq əldə edirik 30 vurulsun 150 üstəgəl x bərabərdir 48 vur x. Hər iki tərəf 3-ə böldükdə 10 vurulsun 150 üstəgəl x və 16x cavabını əldə elədik. Bu isə də yenə də bu hissədir ki, ixtisar edib yaza bilərik, amma ixtisar eləmədən yazacaq. 10 vurulsun 150 elədi 1500 üstəgəl 10 vur x 10x bərabərdir 16 vur x 16x-ə x-ləri bir tərəf yığacam. 16x-dən 10x çıxırıq, qaldı 6x bərabərdir 1500. 1500-ü bölürük 6-ya, x də bərabər edir 15-də 6 2 dəfə, 30-da 6 5, 0-da əlavə edirik. X bərabər olur 250-yə. Və bu hissədə sonuncu məsələmiz qaldı. Çoxluqlara aiddir. 22 şagird var və burada rus dili və ingilis dilindən qiymət alanların sayı göstərilibdir. Biz Euler-Venn diaqramı vasitəsilə hesablayırıq. Rus dili, ingilis dili qeyd edirəm. 22 şagird ümumidir. Hər ikisində, yəni hər iki fəndən qiymət alanların sayı 7 nəfərdir və qeyd olunur ki, yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər az. Dəfə demir, 3 nəfər az deyir. Onda biz burada necə eləyə bilərik? Rus dilindən qiymət alanların sayı ingilis dilindən qiymət alanların sayından 3 nəfər azdır. Biz rus diliyə x qeydləsək, ingilis dili x üstəgəl 3 olmayacaqmı? Və ya tərsini yaza bilərsiniz. İngilis dilə x qeyd edə bilərsiniz. Onda rus dilə x çıxılsın 3 yaza bilərsiniz. Mən demişəm həmişə müsbətdən istifadə edin. Səhv etmə ehtimalınız daha az olur.
Cəmi 22 şagird var deyir. Bunların hamısını topluyoruz. Bərabər 22 qeyd edirik. X üstəgəl x elədi. 2x bərabərdir. 22-dən çıxırıq. 7 üstəgəl 3 10. O da elədi 12. X də bərabər olur. 12 bölünsün 2. 6-ya. X elədi 6. Yəni yalnız rus dilindən qiymət alanların sayı 6-dır. İngilis dilində isə 6 üstəgəl 3 9-a bərabərdir. Bizdən elə ingilis dilindən məqbul qiymət alanların sayını soruşur. 9-a bərabərdir. Beləliklə sonuncu misalımızda həll elədik. Ümid edirəm ki, hər biriniz bu izahları başa düşdünüz. İzahlarda başa düşmədiyiniz hissə olarsa mütləq əlaqə nömrələrimizdə, şərhlərdə bütün suallarınızı yaza bilərsiniz. Bu hissədə mən artıq videonu yekunlaşdırıram. Növbəti videolarda görüşmək diləğilə.